Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə miniatür su quyusu hazırlayacağım. Burada mən gil xəmirdən istifadə eləmişəm və kiçik çöplərdən dam hissəni hazırlamışam. Sim hissəni öncədən hazırlayıb gilə yerləşdirəcəm, amma tam yapışmır, quruduqdan sonra aralana bilir. Çünki gil elədir ki, başqa materialda çox da yaxşı yapışmır. Ona görə də təxmini olaraq yerini tutsun deyə öncədən yerləşdirəcəm. Daha sonra isə əlavə kley ilə yapışdıracağım. Hələ ki, bu formada yerini dəqiqləşdirmək üçün vedrənin üzərinə yerləşdirdim. Və bu formada quruduqdan sonra boyamağa başlayacağım. Boyadıqda quyunun daş hissəsində, daşlarda iki rəngdən istifadə eləyəcəm. Ara kəsmələri açıq qəhvəyi və özlərini qəhvəyi rəngdə.
və köhnəlmiş pas görüntüsünü əlavə etmək üçün çox az qəhvəyi boya çəkdim. Məndə belə tumurcuqlar var və ağ rəngi olduğu üçün istədim ki, bənövşəyi rəngdən istifadə edeyim. Fərqli rəngdə kiçik tumurcuqlar və yaxud kiçik gülləriniz varsa, ondan istifadə edə bilərsiniz. Amma çalışın ki, böyük ölçülü güllərdən miniatürlərdə istifadə eləməyəsiniz. Bu samanlardan isə dam hissədə istifadə eləyəcəm. Təxmini olaraq ölçünü götürürəm və bütün samanları bu formada kəsdikdən sonra yapışdıracağım. Hər zaman qeyd eləyirəm, mən gil xəmirində yapışdırıcı kimi silikon kleydən deyil, universal kleydən istifadə eləyirəm. Əlimdə belə bir kağız gül var, böyük olduğu üçün bunu da bir neçə kiçik hissələrə kəsdim ki, miniatürdə çox da qabarıq gül formasında görünməsin, sanki bir neçə kiçik gülün birləşməsi kimi görünsün. Mən ipi dam hissəyə yapışdıracağam vedrəyə düyünləyəndən sonra. Amma istəsəniz, yəni əsl su quyusunda iki çubuq arasından bir də kiçik çöp şişi yapışdırıb ipi orada düyünləyə bilərsiniz. Hələ ki sadəcə görüntü olaraq bu ipi yerləşdirdim. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.